21-ci sualla davam edirik. Dedi ki, müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynləri ilə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdi. Şagirdlə təşkil etdiyi iclasda məsələni müzakirəyə çıxarmışdı. Bu halda deyir ki, etik davranış prinsiplərindən hamısı pozulmuş olur. Birincidə yazıb ki, qanunçuluq prinsipi. Biz bilirik ki, qanunçuluq müəllimin vəzifə funksiyalarını qanundan kənar yerinə yetirməsi, hər hansı qanuna zidd bir iş görməsi qanunçuluq prinsipinin pozulması sayılırdı. Bu bizim sualımızın cavabı deyil. İkincisi deyir, insan hüquq və azadlığına hörmət prinsipi. Bəli, hər bir müəllimin vəzifə borcudur ki, deməli, dərs dediyi təhsil müəssisəsində, dərs dediyi sinifin daxilində hər bir şagirdin, baxın, hər bir şagirdin, onun ailəsi, onun şəxsi həyatı, onun valideynləri barədə bütün məlumatları məxfi saxlamalıdır. Onun məxfiliyini təmin etməlidir. Harda ki, görsəniz müəllim məxfiliyi pozur, bilin ki, insan hüquq və azadlığına hörmət prinsipi pozulmuşdur. Harda ki, görsəniz situasiya məxfiliyin pozulması ilə bağlıdır, avtomatik bilin ki, bu insan hüquq və azadlığına hörmət prinsipinin pozulmasıdır. Deyə bilərsiniz ki, müəllim bunu ictimailəşdirdi. Bəlkə bu ictimai etimad prinsipidir. Xeyr, ictimai etimad müəllimin öz peşə nüfuzunu qorumasıdır. Və yaxud da deyə bilərsiniz ki, bu loyallıq prinsipi ola bilər. Çünki loyallıq prinsipində müəllimin nəyisə ictimailəşdirməsinə aiddir. Xeyr, loyallıq prinsipində demişdi ki, müəllim işlədiyi müəssisənin və yaxud da dövlət orqanının nüfuzunu qorumalı olduğu halda neyniyir? Onun heç vəzifəsinə aid olmadığı halda həmin təhsil müəssisəsinin və yaxud da dövlət orqanının və yaxud da orada işləyən hər hansı bir rəhbərliyin fəaliyyəti barədə ictimai rəy bildirir. İctimaiyyət qarşısında çıxış edərək bunu ictimailəşdirir, ictimai buna qiymətlər verir. Bu olur müəllimin həmin məsələni ictimailəşdirməsi. Lakin burada həmin şagirdin şəxsi həyatı, ailəsi barəsində məlumatı məxfi saxlamalı olduğu halda müəllim şagirdlərin qarşısında bunu neyniyir? Müzakirə eləyir. Bu, məxfiliyin pozulmasıdır, insan hüquq və azadlığının pozulmasıdır. Ona da görə də doğru cavabımız B variantıdır.